Salam dəyərli abituriyentlər, hər vaxtınız xeyirli olsun. Bu gün güvənin 20 sınağının 10-cu sınağının izahını sizlərə təqdim edəcəm. Gəlin başlayaq. İlk sualda qeyd olunur ki, Avrasiyanın ucqar, qərb və şərq nöqtələri üçün oxşar xüsusiyyətləri müəyyən edin. Avrasiyanın ucqar, qərb nöqtəsi Roka burnudur, Pirney yarımadasında yerləşir, Portuqaliya ərazisində. Ucqar şərq nöqtəsi isə Dejnev burnudur, Skot yarımadasında yerləşir. Deməli, Rusiya ərazisində və hər iki deməli, ucqar nöqtə qərb yarımkürəsində yerləşir. Gəlin, baxaq. Seysmik cəhətdən sabit olan yarımadada yerləşirlər. Xeyr, aktiv olan yarımadada yerləşir hər ikisi. Günəş ildə 2 dəfə zenitdə olur. Günəş heç birində zenitdə olmur. Platforma sahələrində yerləşirlər. Xeyr, deməli, Pirney yarımadası geosinklinal ərazidir. Qrinviç meridianı ilə arasındakı ən qısa məsafə eyni ola bilməz. Və bəli, baxın, bayaq da qeyd etdiyim kimi hər ikisi qərb yarımkürəsində yerləşir. Düzgün cavab birinci sualda olacaq Y. 2-də qeyd olunur ki, xəritə sxemə əsasən cədvəldəki doğru sıraları müəyyən edin. 1-2. Kür tektonik çökmə zonasında yerləşir. Bəli, baxın, Ceyrançöl, Qanıxayır çay. 1 düzgün. 2. 1-5. Paleozoy erasına aid ən qədim süxurlar aşkarlanmışdır. Xeyr, bu yanlışdır. Paleozoy erasına aid ən qədim süxurlar, baxın, Əsrikçay Zəyimçay hövzəsində, Sədrəş qalxmasında, bir də Dərələyazda olur. 2 yanlış. 3-4 filiz mənşəlli faydalı qazıntı yataqları mövcuddur. Xeyr, 3-də Quba-Xaçmaz ərazisində deməli, biz qeyd edirik ki, filiz mənşəlli faydalı qazıntı yataqları mövcud deyil. Yəni, Böyük Qafqazın şimal şərqində. Böyük Qafqazın cənub yamacı olsaydı, Balakhanza qatağına götürə bilərdik. 3-də yanlış. 4-də qeyd olunur ki, 3-6 abrazyon relyef formaları yayılmışdır. Yəni, dəniz, dalğaların fəaliyyəti ilə yaranan relyef formaları. 3-ə olar, 6-ya yox. 6 Talış dağlardır. Burada abrazyon relyef olmaz. 5-də deyir ki, 5-6-da paleogen çöküntülər yayılmışdır. Zəngəzur və Talış dağlarında bəli, Kaynozoy erasının paleogen dövrünün çöküntüləri yayılmışdır. 1 və 5. İkinci sualın düzgün cavabı olacaqdır. 3-də qeyd olunur ki, Naska və Cənubi Amerika litosfer havalarının toqquşması nəyə səbəb olmuşdur? Təbii ki, Ant dağlarının yaranmasına, daha sonra Çili pernovlarının yaranmasına, aydındırmı? Düzgün cavab Marian Nova olmaz. İslandiya müqəddəs yerinə hazır bu, deməli, subduksiya, konvergent yox, divergent sərhəddə Atlantik okeanında olmaz. Kamerun Kilimanjaro vulkanının uzaqdan yaxın əlaqəsi yoxdur bu proseslə. Braziliya yaylasının parçalanaraq denudasiyaya məruz qalması da bu subduksiyanın nəticəsində deyil. Keçək 4-cü suala. Şimali Amerika materiki haqqında doğru fikirləri müəyyən edin. Ən uca zirvəsi Aconcagua deyil, Denalidir. Aconcagua Cənubi Amerikanın ən yüksək zirvəsidir. Qərb hissəsində fəal vulkanizm, bəli, Kordilyer dağlarında. Geoloji keçmişdə qədim Lavrasiya qürusuna aid olmuşdur. Bəli, şimal materiki olduğu üçün. Buzlar mənşəlli relyef formalarına rast gəlinmir. Gəlinir 3 yarımkürədə yox, 2 yarımkürədə yerləşir. Şərq hissəsində qədim Appalas dağları yerləşir. Bəli, ən hündür nöqtəsi Mitchell 2037 metr. 2, 3, 6. A variantı olar 4-də düzgün cavab. 5-də qeyd olunur ki, Kür çayının sağ sahilində yerləşən düzlərdən deyil. Mil, Muğan, Şirvan, daha doğrusu Salyan, Gəncəqazaq. Bunlar Kürün sağ sahilində yerləşir. Amma Şirvan düzü Kürün sol sahilində yerləşir. 5-ci sualın düzgün cavabı olacaq D. 6-da qeyd olunur yer kürəsi orbit müstəvisinə 70 dərəcə meyilli olsaydı, tropik işıqlanma qurşağının şimal və cənub sərhədləri arasındakı ən qısa məsafə 1/5 milyon miqyaslı xəritədə neçə santimetr olardı? Yer kürəsi orbit müstəvisinə 70 dərəcə meyilli olsaydı, bu zaman tropiklər neçədən keçərdi? 20-dən. 20 şimal enliyindən və 20 cənub enliyindən. Düzdürmü? Bu zaman tropiklər arasında şimal-cənub sərhədləri arasında ən qısa məsafəni biz tapmaq üçün 20 şimal və cənub enliyi arasında tapardıq dərəcə fərqini 40 dərəcə. Vurardıq 111-ə. Bu da edərdi 4400 deməli 40. Deməli, bu iki sərhəd arasındakı ən qısa məsafə 4440 kilometr olardı. Miqyasımız da 50 kilometrdir. 4440-ı da bölərdik 50 kilometrə xəritədə məsafəni tapmaq üçün. Bu da edərdi 88,8 santimetr.
6-cı sualın düzgün cavabı C. Akkumulyativ relyef formasını müəyyən edin. 7-ci sualda qeyd olunur. Baxın, akkumulyativ relyef forması o deməkdir ki, alçaq ərazilərdə süxurların gətirilib çökdürülməsi nəticəsində yaranır. Və bu da uyğun gələr gətirmə konuslarına, daha alçaq ərazilərə. Bedlenddə stratovulkan təşnəvarı dərə kar, bunlar akkumulyativ relyef forması deyil. 8-də qeyd olunur ki, Günəş 15 dərəcə şimal enliyində zenitdədir. Buna əsasən tropik işıqlanma qurşağında yerləşən hansı coğrafi enlikdə günorta vaxtı şaquli bastırılmış dirəyin kölgəsi şimala düşər. Yəni 15 şimal enliyi ilə 23,5 şimal enliyi arasında olmalıdır ki, bu məntəqə həm tropik işıqlanma qurşağında yerləşsin, həm də Günəş şimala doğru düşsün kölgəsi. Aydındırmı? Şaquli bastırılmış dirəyin. Baxın, 15 şimal enliyi ilə 23,5 şimal enliyi arasında olacaq 20 şimal enliyi. Yəni B variantı 8-in düzgün cavabı. 9-da qeyd olunur ki, uyğunluğu müəyyən edin. Meridian və ya paralellər kəsdiyi relyef vahidi. Qrinviç meridianı kəsəcək hansı ərazini? Atlas dağlarını kəsər. Ekvator Şərqi Afrika yaylasın. Şimal tropiki Kordilyer dağların, cənub tropiki böyük su ayırıcı dağların. 1B, 2C, 3A, 4D. Düzgün cavab olacaq. Neçənci sual idi bu? 9. 9-da D. Keçək 10-cu suala. 10-cu sualda qeyd olunur ki, yer kürəsi öz oxu ətrafında 1 saat ərzində neçə dərəcə dönsəydi, 10 şimal enliyi və 10 şərq uzunluğu və 10 qərb uzunluğu daha doğrusu meridianlara 0-cı saat qurşağının sərhədlərini təşkil edərdi. Baxın, 0-cı saat qurşağı Qrinviçin üzərində 0 dərəcədədir və bizə deyir ki, sərhədləri 10 şərq uzunluğu ilə 10 qərb uzunluğu olardı. Yer kürəsi öz oxu ətrafında 1 saata neçə dərəcə dönsəydi. Baxın, biz bilirik ki, hazırda yer kürəsi 1 saata 15 dərəcə dönür və nəticədə deməli, saat qurşaqlarının sərhədlərini tapmaq üçün orta meridiandan 7,5-i çıxıb 7,5-i üzərinə gəlirik. Yəni 15-in yarısı. Burada isə bizə deyir, bax 10 dərəcə şərq uzunluğu 10 dərəcə qərb uzunluğundadır. Düzdürmü? Deməli, yer kürəsi öz oxu ətrafında 20 dərəcə fırlanır və 20-nin yarısıdır bu 10 dərəcələr. Aydındır, 20-ni bölürük 10 dərəcə şərq, 10 dərəcə qərb uzunluğuna, toplayırıq 0-la və 1-ci saat qurşağının, daha doğrusu 0-cı saat qurşağının sərhədləridir. Aydındır. Deməli, Günəş öz oxu ətrafında 1 saata 20 dərəcə dönəcək. 20 dərəcə ərzində 1 saat vaxt keçəcək. 10-cu sualın düzgün cavabı olacaq D. 11-ci suala baxaq. 22 dekabrda Bakıda gecənin uzunluğu nə qədərdir? Bunu yadda saxlayın, çalışın əzbər şəkildə. Ümumiyyətlə, Azərbaycanda ən uzun gecə olacaq 14 saat 43 dəqiqə. Qış gün dönümü günündə 22 dekabrda. Deməli, düzgün cavab B. Bu zaman gündüz olacaq 9 saat 17 dəqiqə. Yay gün dönümündə isə gündüz, ən uzun gündüz 14 saat 43 dəqiqə, gecə isə 9 saat 17 dəqiqə. Keçək 12-ci suala. Avropada yerləşən vulkanlar. Orsaba Cənubi Şimali Amerikada, San Pedro Cənubi Amerikada, Kamerun Afrikada, Erebus Afrikada, Erebus Antarktidada daha doğrusu. Baxın, Vezuvi Apenində, İtaliya, Siciliyada. Düzgün cavabı 12-də C. 13-də qeyd olunur ki, Pangeya qurusu hansı prosesin nəticəsində Lavrasiya və Gondvana parçalanmışdır? Təbii ki, litosfer havalarının hərəkəti nəticəsində. 13-cü sualın düzgün cavabı olacaq A bəndi. 13-də qeyd olunur ki, qütb ulduzunun 60 dərəcə bucağı altında göründüyü coğrafi enlikdə yerləşən məntəqədən Bakıya qədər ən qısa məsafə 2220 km-dir. Bu məntəqə hansı coğrafi uzunluqda yerləşir? Bakının yerləşdiyi uzunluq. Bizə burada enlik yox, uzunluq deyirsə, biz burada uzunluğu dəyişmərik. Qütb ulduzu 60 dərəcə bucaqla elə 60 dərəcə şimal enliyində yerləşər. Bakıya qədər ən qısa məsafə 2220 km. Bəli, Bakıda 40-dadır. Və bu məntəqə Bakının yerləşdiyi, baxın, Bakı buradadırsa 40-50, həmin məntəqədə olacaq 50 şərq uzunluğu, 60 şimal enliyi. Yəni, uzunluğu olacaq 50 dərəcə şərq uzunluğu.
15-də qeyd olunur ki, uyğunluğu müəyyən edin. Polimetal, deməli, xromit, civə. Polimetal harda olar? Gümüşlüdən Naxçıvanda, Filiz çayıza qatala Balakən. Kvarsit, Göydərə ipək, C ipək. Civə, Ağyataq, Şorbulaq, Lövçay, Narzanlı, Gilgəsçay. Baxın, Şorbulaq, Ağyataq. 1A-Y, 2C, 3B-dir. 15-ci sualın düzgün cavabı olacaq C bəndi. 16-da qeyd olunur ki, Qərbi Sibir düzənliyi hansı xüsusiyyətinə görə Mesopotamiya ovalığı ilə oxşardır? Cavan platformada yerləşir. Qərbi Sibir bəli, Mesopotamiya xeyr. Neft, qaz ehtiyatları ilə zəngindir? Bəli, hər ikisi neft, qaz ehtiyatları ilə zəngindir. Fəaliyyətdə olan vulkan heç birində olmaz. Geosinklon heç biri deyil. Denudasyon düzənliklər heç biri deyil. Hər ikisi akkumulyativ ovalıqlardır. Düzgün cavab 16-da olacaq B. 17-də qeyd olunur ki, Bakı metropoliteninin sxeminə əsasən 28 may metro stansiyasının Nizami və İçəri şəhər metro stansiyalarından müvafiq olaraq hansı istiqamətlərdə yerləşdiyini müəyyən edin. Baxın, 28 may buradadır. Müvafiq olaraq Nizami. Nizamidən olar cənub-şərqdə, İçəri şəhərdən şimal-şərqdə. Cənub-şərq, şimal-şərq. Baxın, düzgün cavab olacaq 17-də B bəndi. 18-də qeyd olunur ki, xəritələrdə yaranan təhriflər haqqında hansı fikir doğru deyil? Baxaq, A. Təhriflərin dərəcəsi təsvir olunan ərazinin böyüklüyündən və coğrafi enlikdən asılıdır. Bəli, bu düzgündür. Onun üçün bunu götürməliyik. B-də deyir, meridian və paralellər arasındakı bucaqlar 90 dərəcədən fərqli olarsa, deməli bucaqlar təhrif edilmişdir. Bəli, bu da düzgündür. Uzunluq təhrifi özünü meridian və paralellərin arasındakı parçaların uzunluqlarının müxtəlifliyində göstərir. Bu da düzgün olar. Xəritədə bucaq təhrifi coğrafi obyektlərin forma, bəli, bucaq forma ilə bağlı təhrifinə səbəb olur. Bu da düzgündür. Böyük miqyaslı topoqrafik xəritələrdə təhriflərin dərəcəsi böyük olar. Xeyr, böyük miqyaslı topoqrafik xəritələrdə təhriflər daha az, daha kiçik olur. Aydındır? 18-də düzgün cavab Y. 19-da qeyd olunur ki, fiziki aşınmanın intensiv getdiyi ərazilərdə geniş yayılmış eol relyef formaları, qum təpələri, barxanlar, diyunlar, şahid dağlar. Baxın, A. Kardır, buzlaqdır, kanyon meandırdır, su erozyondur, morın tirəsidir, buzlaqdır, qobarit denudasyondur, sirk, deməli, buzlaq relyef formasıdır, çay deltası, çay eroziyası. Fiziki aşınmanın intensiv getdiyi ərazilərdə olacaq səhralarda, yəni barxan və diyunlar. 20-də qeyd olunur ki, mərmər hansı çökmə sıxırın metamorfizləşməsindən yaranmışdır? Əhəng daşının. Aydındır, əhəng daşı yüksək temperatur və təzyiq altında mərmərə çevrilir. 20-ci sualın düzgün cavabı B. 21-də qeyd olunur ki, cədvələ əsasən doğru sıraları müəyyən edin. Salavat aşırımı Baş Qafqazda yerləşir, bəli. Böyük Kir Smurovdağda deyil, Qarabağ silsiləsindədir. Biçənək aşırımı Zəngəzur. Bu da düzgün olar. Şahdağ zirvəsi yan silsilədədir. Dübrar Qaralayazda deyil, Qoşqay Qarabağda deyil. 1, 3 və 6. 1, 3 və 4 daha doğrusu, bəli. Baxın, düzgün cavab olacaq 21-də Y bəndi. 22-də qeyd olunur ki, hansı materik Cənub yarımkürəsindən başqa digər 3 yarımkürədə yerləşir. Yəni, şimal, şərq və qərb. Afrika cənubda da yerləşir, çıxarıq. Avstraliya cənubda da yerləşir, Antarktida cənubda da yerləşir. Deməli, Şimali Amerika isə 2 yarımkürədə yerləşir. Şimal və qərb. Avrasiya isə şimal, qərb və şərq. Yəni, cənub yarımkürəsindən başqa 3 yarımkürədə yerləşir. 22-nin düzgün cavabı D. Keçək açıq tipli suallara. 23-də qeyd olunur ki, A və B məntəqələri arasındakı ən qısa məsafə 1 bölünsün 350 min miqyaslı xəritədə 7 sm olarsa, həqiqi məsafəni hesablayın. Biz həqiqi məsafəni necə hesablayırdıq? Xəritədəki məsafə vurulsun miqyas. Xəritədəki məsafəmiz 7. Miqyasımız isə 3,5. 7-ni də 3,5-ə vurduğumuz zaman edəcək 24,5
deməli, həqiqi məsafə olacaq kilometrlə. 24,5 kilometr. Aydındır. Gəlin keçək 24-cü suala. Xəritə sxemə əsasən fiord tipli sahillərin mövcud olduğu əraziləri müəyyən edin. Biz qeyd edirdik ki, sahillərin müxtəlif formaları var. Fiord tipli, şixır tipli, dalmasiya tipli. Fiordlar əsasən ensiz, dərin, dar, qayalıq, buzlaq relyef formalarının təsiri ilə yaranan dəniz körfəzləri idi və biz qeyd edirdik əsasən Şimali Avropada, Skandinaviya yarımadasında, ən çox da Norveçdə yerləşirdi. Ən böyük fiord da Norveçdə olan Sogne fiordu idi. Aydındırmı? Yəni baxın, Norveçin ərazisinə düşəcək 2 və 1-ci ərazi. 3-dür, 4-dür, 5-dür. Bu ərazilərdə fiord tipli sahillər olmaz. Deməli, 1 və 2-də olacaq fiordlar. 24-cü sualın düzgün cavabı 1-2. 25-də qeyd olunur ki, hansı litosfer tavaları Afrika litosfer tavası ilə həmsərhəd deyil. Hind-Avstraliya həmsərhəd olar. Cənubi Amerikada həmçinin Naska olmaz. Ərəbistan da olar. Sakit Okean olmaz və Filippin olmaz. 3, 5 və 6 Afrika litosfer tavası ilə sərhəd olmayan tavalardır. Bunu əvvəlki sınaqlarda da qeyd etmişdim. Litosfer tavaları mövzusunda dərsliklərdə litosfer tavalarının sərhədləri haqqında xəritələr mövcuddur. Həmin xəritədən baxa bilərsiniz. 26-da qeyd olunur ki, Azərbaycan üçün doğrudur. Günorta vaxtı günəşin hər zaman üfüqün cənub tərəfində görünməsi bəli. Çünki Azərbaycan tropiklərdən kənarda şimalda yerləşdiyi üçün il ərzində günəş Azərbaycandan cənubda görsənir. Şərqi Avropa platformasının əyilmə zonasında yerləşmir. Qış gün dönümündə qütb gecəsi, ümumiyyətlə Azərbaycanda qütb gecəsi, qütb gündüzü olmur. Yayda tropik, qışda isə mülayim işıqlanma qurşağında. İşıqlanma qurşağı dəyişmir axı. Hansı ölkə, hansı ərazi, hansı işıqlanma qurşağındadırsa, deməli elə həmin işıqlanma qurşağındadır hər zaman. Azərbaycanda şimal mülayim işıqlanma qurşağında yerləşir. Deməli, bu da yanlışdır, tropikdə yerləşməz. 32-42 dərəcəlik şimal enlikləri arasında yerləşməsi, bəli, bu düzgündür. Deməli, 25-də olacaq 1 və 5. 26, daha doğrusu 26-da. 27-də qeyd olunur ki, Euler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Karpat dağları, Alp dağları, hər ikisi cavan dağdır, Avropada yerləşir. Ən hündür nöqtəsi Gerlovski-Ştit zirvəsidir. Bu Karpat dağlarındadır. Hündürlüyü nə qədər idi? 2665 metr. Cavan dağlar hesab olunur hər ikisi. Alp qırışıqlığında yaranır. Ən hündür zirvəsi 4000-dən yüksəkdir. Baxın, Karpatda aşağı oldu. Alp dağlarında isə Mont Blanc 4807 Avropanın ən hündür zirvəsi. Kaleodon qırışıqlığında heç biri yaranmayıb. Bu aid deyil heç birinə. Qərbi Avropada yerləşəcək hər ikisi. Aydın oldu mu? Baxın, 1 olacaq A, 2 olacaq C, 3 olacaq B və Y. İndi gəlin keçək situasiya üzrə olan tapşırıqlara. Qeyd olunur ki, horizontal sxemdə təsvir olunan şimal yarımkürəsindəki dağın mütləq hündürlüyü 5285 metr. Kəsmə yüksəkliyinin 450 metr olduğunu bilərək aşağıdakı tapşırıqları cavablandırın. İndi biz daxili horizontalı, yəni baxın bu horizontalı tapmalıyıq ki, A-nın hündürlüyünü tapaq. Düzdürmü? Kəsmə yüksəkliyimiz var 450. Biz nə deyirdik? Biz qeyd edirdik ki, bu vəziyyətdə necə tapırdıq daxili horizontalı? Mütləq hündürlükdən kiçik və 450-yə kəsməyə tam bölünən olacaq. Biz bunu tapsaq, bu olacaq 4950. Daxili horizontalımızdır bu. 4950 olacaq daxili horizontal. Yəni 5285-ə bölünən və 450-yə daha doğrusu kəsmə yüksəkliyə bölünən və 5285-dən kiçik olan. Və biz A-nın hündürlüyünü necə taparıq? 4950-dirsə bu, 450, 450, deməli, bundan da çıxarıq 450-ni 3 dəfə, yəni 3 horizontala uyğun olar. A olacaq 3600 metr. Aha. İndi bizə deyir ki, A nöqtəsi ilə zirvə nöqtəsi arasındakı hündürlük fərqini 3600-dən 5285
5285-dən də 3600 çıxanda edəcək 1685. Aydın oldu. 1685 metr. A nöqtəsi ilə zirvə arasındakı hündürlük fərqi olacaq. Keçək 29-a. Dağın ən az meylliliyə malik olan yamacı. Baxın, ən az meyillilik horizontalların ən sıx çəkildiyi tərəf olacaq. Yəni, hansı tərəf? Cənub-qərb tərəf. Ən az meyillilik olacaq cənub-qərb tərəfdə. Ən çox meyilliliyi isə olar şimal-şərq tərəfdə. Yəni, bu istiqamətdə. Aha, qeyd olunur ki, bu B nöqtəsinin 30 dərəcəlik enlikdə və dağın 20 dərəcə meyilli yamacında yerləşdiyini bilərək, bu nöqtəyə payız gecə-gündüz bərabərliyi günündə günəş şüalarının günorta vaxtı hansı bucaq altında düşdüyünü hesablayın. Payız gecə-gündüz bərabərliyində günəş ekvator üzərində zenitdə olur. Bu zaman 30 dərəcəlik enlikdə, yəni şimaldadır bu məntəqəmiz, 30 dərəcəlik enliyə günəş düşər. Neçə dərəcə? 90-dan çıxarıq 30-u. 60 dərəcə bucaq altında. Bu zaman bizə deyir, 20 dərəcə dağın meyilliliyi var. B nöqtəsi hansı istiqamətdədir? Şimala. Deməli, şimaladır meyillilik 20 dərəcə. Əgər günəşdən uzaqlaşırıqsa, günəş ekvatordadır. Biz günəşdən uzaqlaşırıqsa 20 dərəcə. Tapdığımız günəşin düşmə bucağından da 20-ni çıxarıq. Aydın oldu. Deməli, bu yamaca, 20 dərəcə meyilli olan yamaca günəş düşəcək, 60-dan da 20-ni çıxarıq, 40 dərəcə bucaq altında. Aydın oldu. Deməli, bu da bizim 10-cu sınağımızın sonu. Növbəti videomuzda inşallah 11-ci sınağın izahını sizlərə təqdim edəcəm. Diqqətiniz üçün təşəkkür edirəm.